Rəhman və Rəhim Allahın adı ilə. Gərək sizdən xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. SOS, fəlakətə uğramış gəmilərin imdad çağırışı. Onu Save Our Souls, ruhumuzu xilas edin sözlərinin abreviaturası kimi də yazırlar. Bu yozumun nə dərəcədə düzgün olduğunu deyə bilmərəm, amma gözəl ifadə alınıb. Ruhumuzu xilas edin. Bugün cəmiyyət, insanlıq fəlakət içindədir. Onun SOS verməyə, ruhumuzu xilas edin deməyə ehtiyacı var. Amma insanlıq qəflətdədir. Ruhunun halı onu narahat etmir. O, ümumiyyətlə ruhunun halından xəbərsizdir. Odur ki, SOS vermək istəyirəm. Amma mən SOS verməklə ruhumuzu xilas edin deyərək kimdənsə imdad gözləməyə yox, sağlam olmağın sirlərinə yiyələnib həm cismimizi, həm də ruhumuzu xilas etməyə çağırıram. Sağlamlıq geniş əhatəli bir anlayışdır. O, təkcə xəstəliklərin və fiziki qüsurların olmaması deyil, insanın tam fiziki, ruhi və ictimai rifah halıdır. Başqa sözlə, sağlamlıq insanın fikir və düşüncələrinin, davranışının, ümumiyyətlə insana aid nə varsa, onun mahiyyətini, mövcudluğunu bildirən hər şeyin sağlam olduğu halıdır. Bu isə o deməkdir ki, məsələn, əgər gümrah bir gənc əsəbidirsə, ona sağlam demək olmaz. Yaxud, əgər insan tənbəllik edir, öz həyatını təmin etmək üçün çalışmağa səy göstərmirsə, yenə də onu sağlam hesab etmək olmaz. Müasir dövrdə sağlam adama rast gəlmək çətindir. Bu və ya digər dərəcədə gizli ya aşkar hamı xəstədir. Amma insan o qədər qəflət içindədir ki, bu halı onu demək olar ki, narahat etmir. O, öz fiziki rifahına rahat yaşamağa can atsa da, mənəvi, ruhi və ictimai rifahını təmin edə bilmir. Halbuki, təkcə fiziki cəhətdən sağlam olmaq mümkün deyil. Fiziki kamilliyin yolu mənəvi kamillikdən keçir. Sağlam olmağın başqa asan yolu yoxdur. Mənən sağlam insan həm də qlobal problemlərlə yaşayır. O bilir ki, xəstə mühitdə, xəstə yer üzündə sağlam yaşamaq mümkün deyil. Sağlam mühit yaratmaq üçünsə hər bir kəs əvvəlcə öz sağlamlığını qorumalıdır. Kanaldakı videolar məhz sağlam olmağın sirlərini açaraq həm fiziki, həm mənəvi kamilliyə çatmağın, ictimai rifahı təmin etməyin yollarını tapmağa həsr ediləcək. Onlardan bəzisi zahirən sağlamlıqla əlaqəsi olmayan kimi görünsə də, mahiyyət etibarilə bilavasitə sağlamlığa aiddir. Bu videolar öz üzərində qələbə çalmağa çalışan, düşünərək yaşamağa can atan, mənəvi kamilliyi hər şeydən uca tutan, selin yuyub apardığı çöpə bənzəmək istəməyən insanlar üçündür. Bu yolda sənə uğurlar diləyirəm. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.